Çinin Guizhou əyalətində paleontoloqlar 240 milyon il yaşı olan inanılmaz tapıntı Dinosaphilosauria orientalis adlı qədim dəniz sürünəni aşkarlayıblar. 5 metrlik bu möhtəşəm skelet elm adamlarını onun görüntüsünü əfsanəvi Çin əjdahası ilə müqayisə etməyə vadar edib. Bu qədim canlının ən diqqət çəkən xüsusiyyəti bədən və quyruqdan daha uzun 32 fəqərədən ibarət olan elastik boynudur. Uzun boynu və qayıqvari ayaqları Dinosaphilosauris'in tamamilə su həyatına uyğunlaşdığını göstərir. Elm adamları onun mədəsində yaxşı qorunmuş balıq qalıqları tapıblar. Bu da onun sualtı ovçu olduğunu təsdiqləyir. O da qeyd olunur ki, bu növ ilk dəfə 2003-cü ildə tanınsa da yalnız indi onun tam skeleti tapılıb və unikal quruluşuna görə Dinosaphilosauridea adlı ayrıca bir ailəyə ayrılıb. Çin, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Avropadan olan alimlərin birgə səyi nəticəsində bu canlı Trias dövrünün sirli dəniz həyatına yeni işıq salıb. Alimlərin sözlərinə görə Dinosaphilosauris miflərlə gerçəkliyi birləşdirən heyranedici bir əjdaha obrazıdır.